siz bilirsiniz ki, hər dəqiqə, hər an cərimələr günü-gündən çoxalır. Mənasız cərimələr, nə bilim, maşın xətt çəkiblər, taksi gəlib o xəttdən maşını saxlaya bilməz, dərhal cərimələnəcəkdir. Yaxşı, bəs bu taksi yazıq harda saxlasın? Tutalım ki, taksini sifariş verən şəxs gözləyir həmin o yerdə, harda ki, həmin o xətt çəkilibdir. Bu taksi gəlib bu sərnişini götürür də. İndi burada hardasa nə qədər vaxt çəkər sərnişini götürmək? Çəksin 1 dəqiqə. Lap uzağı 2 dəqiqə çəksin. 2 dəqiqə bu saxlayır, götürür məsəl üçün sərnişini aparır. Dərhal bu yazığı cərimə gəlir. Yaxşı, bu harda saxlasın? Bu cərimələr indi bu qayda, qanun şəhərdə yaratmaq lazımdır. Bəli, çünki birdən görürsüz xaos yaranır. Avtomobillərlə bir vəziyyət yaradırlar ki, propalar zətdə. Amma bunu yaratmaqdan öncə şəraitini sən yaratmalısan. Sən onun şəraitini yarat. Elə bir vəziyyət, sən qayda qanunları düşünürsən, nə bilim, büdcəni düşünürsən. Bəs bu taksi şoförü yazıqlar nə etsin? Bunlara da düşünmək lazımdır da ilk öncə. Deməli, bunlara bir vaxt vermək lazımdır ki, 1 dəqiqədən artıq dayanmaq olmaz. Dayandın, sərnişini götürdün, 1 dəqiqədə dayanma. Sür çıx get ki, bu adam da işini bilsin. Digər tərəfdən bax bu dayanacaqlar, məsəl üçün parklar. Yaxşı, hər yeri eləmişsiniz siz pullu. Pullunu elədiniz, başa düşdü, parkinlə. Digər tərəfdən və yaxud da ki, parkin yoxdur, gəlir maşını saxlayır, xətt çəkilibdir. Harda saxlasın? Supermarketlərdir. Böyük supermarketləri tikmişsiniz. Çox gözəl, çox yaxşı. İndi orada siz saxlayan, taksi saxlayan şəxsləri girin TikToka baxın, nə qədər haqsızlıqlar baş verir. Və bu haqsızlıq baş verən taksi şoförlərin hüquqlarını kim qoruyacaqdır? Və siz heç mi bunları düşünmürsünüz? Cəriməliyirlər. Bir ay bola, mən gəldim supermarketin qabağında saxladım. Siz niyə məni cəriməliyisiniz? Eşidən yox, baxan yox, nə bilim, həll eləyən məsələni yox. Öz başınalıq. Kim nə istəyir onu eləyir. Kim nə istəyir, nə göstəriş verir. Balaca otururlar otaqlarda, hərə bir quruma gətirib oturdublar başda. Bu olur artıq ölkənin elə bilən ki, nə bilim, hegemon bir adamı. İstədiyini edir, istədiyi qanunları çıxardır. Son zamanlarda bu taksi şoförlərin başına düşüb, bu taksi şoförlərini bədbəxt eləyiblər. Bu taksi şoförləri ən aşağı səviyyədə olan, mən üzr istəyirəm, yəni o pis mənada demirəm də, yaşayış səviyyəsi aşağı olanda, əziyyətlə, zülümlə, gecə gündüzü, hətta elə şoförlər var ki, balasını dolandırmaqdan ötərin, dərman pulunu qazanmaqdan ötərin, gecə gündüz işləyir. İşləyir, bəli.